Əməl dəftəri veriləndə ilahi mələklərdən biri gəlib deyir: yaxşı, indi gəl etmədiyin işlərin savabını hesablayaq. Mömin bəndə deyir: hansı işlərin? Deyir ki, o işlər ki, niyyətində tutmuşdum. Birdən qalın faili açır. Mən bunu etməmişdim. Bəli, etmədin, amma bir anlıq dünyadaykən zehnində nəzərdən keçirdin. Bir dəfə Əhl-i-Beyt məclisində demişdin ki, kaş Kufədə olaydım və Müslim ibn Əqilə kömək edərdim. Yadındadırmı? Məclisdəykən deyirdin: ey Zeynəb, kaş Şam-ı qəriban Hüseynin uşaqlarını toplamaqda sənə kömək edərdim. Bunlar eyni niyyətlərin mükafatlarıdır. Sən bunu etmədin. Amma Allah mükafatını sənin hesabına yazdı. Buyurun, budur. Etmədiyiniz əməllərin savabı.